Ötən əsrin sonlarından başlayaraq dünyada, o cümlədən Azərbaycanda təhsilə, onun inkişafına yeni baxışlar meydana gəlməkdədir. Əsas istiqamətlərdən biri də ümumi təhsil müəssisələrinin ixtisaslı kadrlarla təminatıdır. Son illər bu sahəyə yönəldilən dövlət qayğısı, Təhsil Nazirliyinin problemin həllinə düzgün münasibəti nəticəsində bölgə məktəblərinin kadr təminatında irəliləyişlər mövcuddur. Hazırda Respublikada pedaqoji kadr hazırlığı ilə 31 ali və orta ixtisas təhsil müəssisəsi məşğuldur. Onlardan 22-si ali məktəbdir. Cari tədris ilində həmin təhsil müəssisələrinin 8000-ə yaxın pedaqoji kadr bitirir. İnkişaf proqramı təsdiq edilənədək isə 6643 nəfər pedaqoji kadra tələbatı var idi. Həmin proqramın tətbiq edildiyi vaxtdan tələbat illər üzrə azalaraq belə nəticəyə gəldi. 2005-2006-cı tədris ili üçün 6643 nəfər, 2006-2007-ci tədris ili üçün 5558 nəfər, 2007-2008-ci tədris ili üçün 4716 nəfər, 2008-2009-cu tədris ili üçün isə bu göstərici 3979 nəfər nəzərdə tutulur. (2005-2009-cu illər üçün Azərbaycan Respublikasının ümumi təhsil məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı üzrə inkişaf proqramı çərçivəsində keçən 3 il ərzində 3480 nəfər pedaqoji kadr həvəsləndirmə tədbirləri tətbiq edilməklə bölgələrdə yerləşdirilir. İmişli, Saatlı, Xaçmaz, Qusar, Sabirabad, Quba, Kürdəmir, Lirik, Yardımlı və Gədəbəy pedaqoji kadrlara ən çox ehtiyac olan rayonlardır. Beşillik kadr təminatı proqramı əsasında bölgələrə göndəriş almır və dərhal əmək fəaliyyətinə başlayan gənc mütəxəssislər üçün müəyyən tədbirlər planı həyata keçirilir. Bura əlavə əmək haqqı, yol xərci, əmlakın daşınması, ilkin yaşayış şəraitinin yaradılmasına ayrılan bir dəfəlik yardım daxildir. O cümlədən 3 il müddətində kommunal xidmətlər üçün ayda şərti maliyyə vahidinin 10 misli məbləğində kompensasiya ödənilməsi, pulsuz dərslik və proqramlarla təminat, mənzil məişət şəraitinin yaradılması, torpaq sahələrinin ayrılması, güzəştli kreditlərin verilməsi də nəzərdə tutulub. Son 3 il ərzində 2005-ci ildən başlayaraq yerlərdə təxminən 3484.000-ə yaxın pedaqoji kadr hal-hazırda həvəsləndirmə tədbirləri tətbiq olunmaqla yerlərdə fəaliyyət göstərirlər. Və bu ildə dövlət ali və orta ixtisas məktəblərini bitirən məzunlar 1308 nəfər yer verilib, yer müəyyənləşib, hər il limiti o qədərdir. 1308 nəfərə məhdud sayda kontingent üçün tətbiq olunur hər il. Bu günə təxminən 900 nəfərə yaxın göndərilib. Qalan yerlərə isə biz Azərbaycan müəllimi qəsrində həmin o həvəsləndirmə tədbirləri tətbiq olunan vakant yerlər barədə elanı vermişik. Respublikanın ümumi təhsil müəssisələrində pedaqoji kadrların seçilib yerləşdirilməsində, onlar arasında dərs yükünün bölünməsində hələ də ciddi nöqsanlara yol verilir. Əksər hallarda heç bir ehtiyac olmadan, bir stavkadan, hətta 6 saatdan da aşağı dərs yükünü müəllimlər işə qəbul edilir. Bu isə öz növbəsində məktəblərdə kadr sıxlığının yaranmasına və müəllim-şagird nisbətinin aşağı düşməsinə səbəb olur. Bəzi hallarda isə qeyri-ixtisas və ya qeyri-pedaqoji təhsilli şəxslər də işə qəbul edilir ki, bütün bunlar son nəticədə təhsilin keyfiyyətinə mənfi təsir göstərir. Xəyyam müəllim onu da qeyd etdi ki, heç bir ehtiyac olmadan müəllimlərin işə götürülməsi, onların sayının süni surətdə şişirdilməsi müəllimlərin əmək haqlarının artırılmasında və digər stimullaşdırıcı tədbirlərin həyata keçirilməsində problemlərin yaranmasına gətirib çıxarır. Təhsil Nazirliyinin müvafiq əmrində müəyyənləşdirilmiş qaydalara uyğun həyata keçirilməsi nəzərdə tutulan şərtlərə əməl olunması mütləqdir. Ümumi təhsil müəssisələrində fənlər üzrə vakant dərs saatları barədə rəsmi məlumat təhsil şöbələri,
və Nazirliyin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri tərəfindən Nazirliyə təqdim olunur. Əsaslandırılmış təkliflər Təhsil Nazirliyinin aidiyyatı struktur bölməsi tərəfindən araşdırılır. Təhsil, iş təcrübəsi əsas götürülməklə, ixtisas göstəriciləri qoyulmuş tələblərə cavab verən namizəd nazirin müvafiq razılıq məktubu əsasında vakant yerə təyin edilməsi işə götürən tərəfindən rəsmiləşdirilir və əmək müqaviləsi bağlanır. Vakant dərs saatı dedikdə, hər hansı fən üzrə ümumi dərs saatının ixtisas müəllimləri arasında 18 saatdan az olmamaq şərti ilə bölündükdən sonra qalan 18 saatdan çox dərs saatı başa düşülür. Nəzərə alınmalıdır ki, dərs planına əsasən hər hansı bir fən üzrə ümumi dərs yükü 18 saatdan az olduğu və ixtisaslı kadr olmadığı halda həmin saatlar vakant kimi qəbul edilə və fən üzrə kadrın işə qəbul olunması məsələsi kimi qaldırılır. Namizədlərin vakant yerə təqdim olunması prosesi dövlət ali və orta ixtisas məktəblərini bitirərək 1 və 2 nömrəli forma üzrə birbaşa kənd məktəblərinə təyinatla göndərilənlərə şamil olunur. Analıq məzuniyyətinə çıxmış müəllimlərin dərs yükü imkan daxilində ilk növbədə həmin tədris müəssisəsində çalışan ixtisaslı kadrlara verilməlidir. Digər hallarda isə analıq məzuniyyətinə çıxmış müəllimin yerinə işə götürülmüş kadrlarla maksimum 3 il müddətinə əmək müqaviləsinin bağlanmasına icazə verilir. Həmin müddət bitdikdən sonra əmək müqaviləsinin şərtlərinə yenidən baxılır. Bu prosesin indidən tənzimlənməsi məqsədi ilə Cənab Nazir tərəfindən xüsusi təlimat imzalanıb və Respublikanın bütün məktəblərində pedaqoji kadrların işə qəbulu Nazirliyin uçuq nomenklaturasına götürülür. Başqa sözlə, bütün yerlərdə müəllimlər işə qəbul edilərkən, yalnız burada müvafiq qaydada araşdırıldıqdan sonra Nazirliyin razılığı ilə həyata keçiriləcək. Yerlərdə kadrların təminatı üzrə dövlət proqramı həyata keçirilən təhsil sistemində böyük rol almışdır. Odur ki, bu istiqamətdə mövcud olan problemlərin aradan qaldırılması üçün birgə səy göstərilməlidir. Əsrin informasiya və innovasiya texnologiyalarının dünyaya sürətli axını dövrü kimi səciyyələndirir. Bu baxımdan ölkəmizdə həyata keçirilən informasiya və kommunikasiya texnologiyalarının inkişaf strategiyası müstəqil Azərbaycanın gələcəyinə, rəqabətə davamlılığına, sabaha əminliyinə təminatı üçün geniş imkanlar açır. Bu, özünü elm və təhsildə daha geniş göstərir. Hazırda təhsil sistemi qarşısında çevik düşüncəyə malik, intellektual səviyyəli, beynəlxalq standartlara ayaqlaşa bilmək bacarığına yiyələnmiş peşəkar kadr məsələləridir. Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu, İnnovasiya və İnformasiya Texnologiyalarının ölkəmizə transformasiya olunmasında, cəmiyyətin müxtəlif sahələrində tətbiqi istiqamətində səmərəli fəaliyyət göstərir. Məlum olduğu kimi, Respublikamızın ümumi təhsil müəssisələrində informatika fənninin tədris olunması prioritet məsələdir. Bu istiqamətdə dünyada mövcud olan müxtəlif təcrübələrdən bəhrələnərək, institutda yeni tədris mexanizmləri işlənir. O cümlədən bölgələrdə pedaqoji kadrlara informatika fənninin tədrisi ilə əlaqədar pilot layihələr həyata keçirilir. Azərbaycan Milli Elmlər Akademiyası, Ali Attestasiya Komissiyası, NATO-nun birbaşa dəstəyi ilə İnformasiya Texnologiyaları İnstitutunun nəzdində ümumi respublika, yəni bütün respublikada fəaliyyət göstərən ali məktəblərdən, elmi tədqiqat institutlarında, Azərbaycan Milli Elmlər Akademiyasının institut və təşkilatlarında hazırlanan elmi kadrların, yəni aspirantların və dissertantların yüksək səviyyədə hazırlanması məqsədi ilə bizim institutun nəzdində
tədris innovasiya mərkəzi yaradılmışdır. İnformasiya kommunikasiya texnologiyası savadlılığının dövlətə verdiyi fayda istənilən sənaye yeniliyinin verdiyi faydalardan bir neçə dəfə çoxdur. Digər tərəfdən mövcud texnologiyalar müasir cəmiyyətdə vacib komponentə çevrilməklə təhsil sisteminin idarə edilməsində mühüm rol oynayır. İnformasiya kommunikasiya texnologiyasının zəruriliyini diktə edən əsas amillərdən biri bütün təhsil alanlarda informasiya texnologiyalarından istifadə vərdişlərini formalaşdırmaqdır. Ölkəmizdə informasiya cəmiyyətinin formalaşmasında elmi müəssisə və təşkilatlar yaxından iştirak edir. Onların informatika sahəsində mükəmməl biliklər əldə etməsi məqsədi ilə İnformasiya Texnologiyaları İnstitutunda müasir tələblərə cavab verən Təhsil İnnovasiya Mərkəzi fəaliyyət göstərir. Bu mənada Elektron Azərbaycan Dövlət Proqramı 2008-ci il üçün uğurlu tədbirlər planı hesab edilir. 2009-2012-ci illər üçün də müvafiq dövlət proqramı əsasında layihə hazırlanıb və bu istiqamətdə məqsəd yönlü işlər görülür. Həmçinin məktəblərin idarə olunması üzrə intellektual idarə etmə informasiya sistemlərinin yaradılması prosesində də ciddi addımlar atılmalıdır. Hazırda elm təhsil sistemi qarşısında çevik düşüncəyə malik, intellektual səviyyəli kadrların inkişafını təmin etmək kimi mühüm vəzifələr durur. Bu baxımdan təhsil müəssisələrinin kompüterlərlə təminatı işin yalnız bir tərəfidir. Daha vacib məsələ onlardan səmərəli istifadə edilməsidir. Əgər 2005-ci ildə 1000 şagirdə bir kompüter düşürdüsə, son 3 il ərzində mövcud göstərici sürətlə dəyişərək ölkənin təhsil sistemini qərb standartlarına yaxınlaşdırır. Ölkənin istənilən sahəsində çalışan kadrlarla yanaşı əhalinin maarifləndirilməsi işində, təfəkkür və vərdişlərinin tədricən dəyişdirilməsində Azərbaycan alimlərinin üzərindən böyük məsuliyyət düşür. Qloballaşma prosesinin getdikcə dərinləşdiyi müasir dünyada elm və təhsil vahid məcradan çıxaraq ümumbəşəri dəyərlərə çevrilir. Bu baxımdan sürətli iqtisadi yüksəliş dövrünü yaşayan Azərbaycanda elmə, təhsilə qayğı da gündən-günə artır. Müasir dövrdə informasiya texnologiyaları hər bir dövlətin, xalqın ümumi inkişaf səviyyəsindən, intellektual potensialından xəbər verən sosial, iqtisadi və mədəni yüksəlişi təmin edən mühüm göstəricilərdən biri hesab olunur. Bu məqsədlə informasiya kommunikasiya infrastrukturunun yaradılmasına, mövcud sahədə bütün xidmətlərin genişləndirilməsinə böyük diqqət yetirilir. Həmçinin bununla bağlı dünya təcrübəsinin öyrənilməsi, müasir təhsilin modernləşdirilməsi sahəsində maarifçilik və tədqiqat işi yeni mütərəqqi texnologiyaların tətbiqi geniş vüsət almaqdadır. İnformasiya Texnologiyaları İnstitutunun aspirantı Rasim Abdullayev. Bir gənc aspirant kimi İnformasiya Texnologiyaları İnstitutunda telekommunikasiya sistemləri və kompüter şəbəkələri istiqaməti ixtisası üzrə coğrafi paylanmış korporativ mühitdə göstərilən xidmətlərin onlayn rejimində optimal həyata keçirilməsi üçün intellektual sistemin işlənməsi mövzusu adı altında elmi fəaliyyət göstərirəm. Dissertasiya işində aparılan tədqiqatlar nəticəsində müəyyən araşdırmalar apardıqdan sonra müəyyən olmuşdur ki, respublikamızda, ölkəmizdə nəqliyyat probleminə təsir edən bir çox amillər vardır. Azərbaycan qovşaqlarının internet şəbəkəsi ilə təmin olunması, müasir şəbəkə texnologiyasının son nailiyyətlərinin tətbiqi sahəsində görülən işlər uğurla davam etdirilir. O cümlədən müxtəlif funksiyaların həyata keçirilməsi məqsədi ilə şəbəkə mühitində böyük informasiya massivlərinin formalaşdırılması, optimal paylanması və idarə olunması üzrə texnoloji prinsiplər həyata keçirilir. Digər vacib məsələlərdən biri təhsil sistemində resurs mərkəzinin yaradılmasıdır. Bunun üçün Təhsil Nazirliyi tərəfindən xüsusi yerdə ayrılıb. Mərkəzin əsas funksiyası xaricdən gələn internet axınını qəbul etmək, xüsusi serverlər və internet şəbəkəsi vasitəsilə yerli elektron resurslarının təhsil məsələlərinə ötürməkdən ibarətdir. Mərkəzdə təkcə məlumatların saxlanması hissəsi yox, həm də resursların yaradılması bölməsi də olacaq.
bütün bunlarla yanaşı yeni tipli Azərbaycan təhsilinin Avropa təhsil məkanına inteqrasiyası da başlıca məqsəd kimi qarşıya qoyulur. Bu baxımdan 31 yanvar 2008-ci il tarixli Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası haqqında dövlət proqramı xüsusi əhəmiyyət kəsb edir. Bizim tədris innovasiya mərkəzində tədris olunan informatika bilikləri digər o ənənəvi informatika fənlərin çərçivəsində verilən biliklərdən bir qədər fərqlənir. Biz qərb standartlarını, NATO standartlarını, ümumiyyətlə dünyanın aparıcı ölkələrində fəaliyyət göstərən o ali məktəblərdə informatika fənləri çərçivəsində deyilən, öyrədilən bu tərəfləri araşdıraraq belə qərara gəlmişik ki, Azərbaycanda hazırlanan yeni o gənc elmi kadrlar internetdə işləmək qabiliyyətinə malik olmalıdırlar. Kompüterdə özünə lazım olan bütün işləri həyata keçirməlidirlər. Bundan başqa elmi tədqiqat işlərində informasiya texnologiyaları yaxından istifadə olunmalıdır. Mövcud imkanlardan yararlanmaq hər bir Azərbaycan vətəndaşının borcudur. Çünki görülən hər bir məqsəd yönlü iş sabaha əminliyimizin sağlam və savadlı cəmiyyətin inkişafına istiqamətləndirilib. Növbəti səfərimiz mərkəzi Aran rayonlarından birinə, Yevlağadır. Havalar isti keçsə də, nə qədər yorğun olsaq da, ötən görüşlərimizin təəssüratlarını bölüşmək ürəyimizə bir sərinlik gətirirdi. Budur, artıq Yevlağa çatmışıq. Rayona girər-girməz, gözümüz önündə gözəl bir mənzərə açıldı. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramına əsasən, Yevlaq rayonunda həyata keçirilən tikinti, quruculuq, abadlıq işləri burada demək olar ki, hər şey dəyişib. Bir sözlə, Yevlaq əvvəlki Yevlaq deyil. Bütün bunlarla yanaşı, burada elmə, təhsilə qayğı da yüksək səviyyədədir. Yeni məktəb binalarının tikilməsi, köhnələrinin əsaslı təmir olunması, onların maddi-texniki tədris bazası ilə təchiz edilməsi, Yevlaq ictimaiyyətinə, xüsusən müəllim və şagirdlərdən göstərilən diqqət və qayğının nəticəsidir. Bu yerlərin də özünün sayılıb seçilən, el arasında nüfuz qazanmış müəllimləri var. Elə söhbətimiz də bu barədədir. Əməkdar müəllim fəxri adına layiq görülmüş, bir neçə müəllimlə yaxından tanış olacaq. Onlardan biri ömrünün 30 ilini Yevlaq təhsilinə həsr eləmiş Şahin Kərimovdur. Bu müddət ərzində dəfələrlə fəxri adlara layiq görülüb Şahin müəllim. 2005-ci ildə ona verilən əməkdar müəllim fəxri adı bu mükafatların ən ali dərəcəsi oldu. Bu ad bizdə daha böyük məsuliyyət hissi yaradır. Biz daha səylə çalışmalı və öz üzərimizə düşən vəzifənin öhdəsindən daha ləyaqətlə gəlməliyik. Elə onun nəticəsidir ki, rəhbərlik etdiyim Xaldan Kənd Kompleks Orta Məktəbinin son 3 ildə qəbul nəticələri çox yüksək səviyyədə olmuş, bir sıra şagirdlərimiz yüksək balla ali məktəblərə qəbul olunmuşdur. Şahin müəllimin rəhbərliyi elədiyi Xaldan Kənd Orta Məktəbi təkcə Yevlaqda deyil, bütün respublikamızda ad-san qazanmış məktəblərdəndir. Əzəl gündən bura təkcə binası, maddi-texniki bazası ilə deyil, həm də savadlı, yüksək elmi potensiala, böyük nüfuza malik pedaqoji kadrları ilə tanınır. Deyən Şahin müəllim, layiq görüldüyü bu adı bütövlükdə rayon təhsilinə verilən ən yüksək qiymət kimi dəyərləndirdi. Bənövşə Binnətova da bu rayonun getirməsidir. 1978-ci ildə Xarici Dillər Universitetinin Fransız-İngilis dili fakültəsini bitirib. Elə o vaxtdan da Yevlaq rayon Aran qəsəbəsi 2 saylı orta məktəbdə fransız dili müəllimi işləyir. Pedaqoji fəaliyyətə başladığı ildən qazandığı uğurlar bir-birini əvəz edir. Bugünədək Bənövşə müəllimənin 48 yetirməsi fransız dili ixtisasına yiyələnib. Onlardan bir çoxu xarici ölkələrdə, digərləri isə elmi tədqiqat və tərcümə mərkəzlərində təhsil alırlar.
dövlətimizin həmişə təhsilə belə qayğı göstərməsi, dediyim kimi mənim işimə marağımı daha da artırır və həmişə mənim işimdə yüksək müvəffəqiyyətlər əldə etməyimə kömək edir. Təhsildə göstərdiyim uğurlar nəticəsində tələbə qəbul komissiyası mənim əməyimi həmişə qiymətləndirmiş, dəfələrlə fəxri fərmanlara layiq görülmüşəm və mənim nəticələrimdən xəbər tutaraq məni dilini tədris etdiyim ölkəyə, Fransaya bir aylıq fransız dilinin müasir metodla tədrisi treninqində iştirak etməyə göndərib. Şagirdlərimi bu haqda daha geniş məlumatlar vermişəm. Yevlax məktəblərində fransız dilindən söhbət düşəndə o dəqiqə Bənövşə müəllimə yada düşür. Onun yetirmələrinin uğurları iftixarla xatırlanır. Biz müəllimlərin hər zaman mənəvi qayğıya ehtiyacı var, deyən Bənövşə müəllimə layiq görüldüyü ən şərəfli ada sahib oldu. Şükür Mehdiyev də belə müəllimlərdəndir. Onun da Yevlax rayon təhsilinin inkişafında payı var. 1972-ci ildə Bakıda fizika-riyaziyyat təmayüllü internat məktəbini, 1977-ci ildə isə Azərbaycan Dövlət Universitetinin riyaziyyat fakültəsini bitirib. Ömrünün 26 ili Yevlax şəhər 2 saylı orta məktəblə bağlıdır Şükür müəllim. Bu müddət ərzində o ölkəmiz üçün neçə savadlı, gərəkli vətəndaşlar yetişdirib. Şagirdlərim Moskva Dövlət Universitetinə qəbul olunublar. Bağman adına Ali Texniki Məktəbə, Kiyev, Xarkov, Türkiyə Ali Məktəblərinə və şagirdlərin oxumaq coğrafiyasına görə demək olar ki, çox yerlərlə əlaqəmiz var və indi də o uşaqlardan bəzi ölkəmizdən xaricdə, MDB ölkələrində, Türkiyədə, başqa xarici ölkələrdə fəaliyyət göstərməkdə davam edirlər və əlaqələrimiz var. Mən də ondan çox məmnunum. Hər bir müəllim üçün ən dəyərli an onun əməyinin qiymətləndirilməsidir. Digər nüfuzlu müəllimlər kimi Şükür müəllim də diqqətdən kənarda qalmadı. O 2004-cü ildə əməkdar müəllim fəxri adına layiq görülür. Bu yüksək ad onun həm həyatında, həm də pedaqoji fəaliyyətində müsbət dönüş yaratdı. Tezliklə Şükür Mehdiyev Yevlax şəhər 9 saylı orta məktəbə rəhbər təyin olunur. 1936-cı ildən fəaliyyət göstərən bu təhsil ocağı böyük ənənələrə malikdir. Azərbaycan və Rus bölmələrindən ibarət olan məktəbin məzunları indi dünyanın əksər ölkəsində müxtəlif peşə sahibləridir. Ən böyük məqsədim rayonumuzun təhsil tarixini özündə yaşadan bu elm məbədinin indiyədək qazandığı uğurları qoruyub, gələcək nəsillərə ərməğan etməkdir, deyən Şükür müəllim. Bundan sonraki fəaliyyətini də Yevlax təhsilinin inkişafına sərf edəcək. Yevlax səfərimizi də beləcə başa vurur. Söhbətimiz o qədər maraqlı oldu ki, ayrılıq anının nə vaxt çatdığını hiss eləmədik. Biz də öz növbəmizdə bu böyük nüfus sahiblərinə uğurlar diləyib, qonağı olacağımız daha bir əməkdar müəllimin görüşünə tələsirik. Allah amanı.